Selamun Aleyküm ve Rahmetullah. Bu videonu esas olarak yani aileme göndermeyi istiyorum. Hal-hazırda əməliyyata getmək üzrəyəm. Yəni bu mənim ilk əməliyyatımdır. Bura gələndən sonra yəni qardaşım var, əsas qardaşım polisləşdirirəm ki, tez-tez qardaşım olarlar. Yəni müəyyən əlaqələr saxlamışam və bura gələndən sonra onunla danışdığım hər bir şeydən ona qarşı səmimi davranmışam. İndi bəzi sözlərim var, yəni ailə mənsublarıma müraciət etmək istəyirəm. İlk olaraq qardaşımdan başlamaq istəyirəm. Qardaşım falı demək istəyirəm ki, yəni qardaşım falı demək istəyirəm ki, Allah ümumiyyətlə ən birinci ona Allahdan layiqə qorxmağı tövsiyə edirəm. Həqiqətən yəni Allah Subhanahu özü də Quran-ı Kərimdə buyurur ki, Allahdan ona yaraşır şəkildə qorxun. Yəni ümumiyyətlə bilmək lazımdır ki, bu dünya keçici əyləncədən, zövqdən ibarətdir. Bunu ailə mənsublarına dəfələrlə demişəm. Hərçənd ki, qəbul edənlər də olub, qəbul edənlər də olub. Ancaq bu həqiqətdir ki, yəni bu dünya həqiqətən keçici zövqdən ibarətdir. Yəni Allaha həmd olsun, yəni bu dünyada çox insanlara nisbətən yəni müəyyən ləzzətləri dadmaq nəsib olubdur. Yəni çox da yəni pis vəziyyətdə yaşamamışam. Allaha həmd olsun. Ancaq Allah şahiddir ki, yəni hamısının keçici olduğuna yəni şahid olmuşam. Yəni ki Allah həmd olsun. Allah hamısını getirdi. İstədiyim bir ölkə, arzuladığım bir yer olub. Gəlmək istədiyim ora nəsib edib, oran da gəlmişəm. Ancaq həqiqətən məncə bütün insanlar buna razılaşmalıdır ki, insan kim olur olsun, hər bir insan, iman gətirməyən insan, hər bir insanın qəlbində bir boşluq var. Yəni bu boşluq yalnız və yalnız Allah iman gətirməklə doldurula bilər. Qardaşıma da onu tövsiyə edirəm ki, yəni Allaha iman gətirsin, Allahın dinindən möhkəm sağlasın, Allah Rəsuluna tabi olsun. Yəni hal-hazırda həqiqətən Müslümanlar qərib olaraq yaşayır. Müslümanlara qarşı müəyyən iftiralar atırlar. Qardaşımdan səslənirəm ki, bu iftiralara inanmasın. Müəyyən ləqəblər taxırlar bizlərə. Yəni Allah şahiddir ki, yəni biz şəriətdən başqa bir istəyimiz yoxdur. Hal-hazırda bulunduğum cihad bölgəsində bizim məqsədimiz Allahın dininin hakim qılmaqdır. Allah həmd olsun, bu yolda yəni canlı fəda olsun. Bu yolda canlı fəda olarsa, yəni Allahın dərdinin haqqı olduğuna iman gətirmişəm. Bilirəm ki, bu yolda canlı fəda olsa mən şəhidəm inşallah. Və bundan sonra yəni qeyd etmək istəyirəm ki, əgər şəhid olsam, yəni üzülməsinlər. Allahın izinlə əgər şəhidəmsə, mənə verilən nemətlərdən dolayı sevinsinlər. Allah həmd etsinlər və bilsinlər ki, onlar iman gətirdiyi təqdirdə mənim şəfayətimə nail ola bilərlər. Və Allah həmd olsun, yəni bugün müəyyən imkanlar da var. Hər bir imkanlar var ki, Allahın dinini müəyyən dərəcədə öyrənsən, qavrayasın. Hətta qardaşım da bilir ki, ona orada müəyyən kitablar da qoymuşam evdə. Onu xüsusilə anlayaraq oxusun. Və inşallah bəzi qardaşlarıma demişəm ki, onu dəvət etməkdə məşğul olsunlar. İnşallah da olacaq bu. Yəni qardaşıma demək istəyirəm ki, yəni başını dünya işlərinə qatmasın. Allahın dinini öyrənsin və həqiqi İslamı öyrənsin və onu yaşasın. Çünki başqa qurtuluş vallahi yoxdur. Yalnız qurtuluş Allahın dinindədir. İzzət də yalnız Allahın dinindədir. Və başqa heç bir cür sən xoşbəxt ola bilməzsən. Xoşbəxtlik də Allahın dinindədir. Nə qədər biz qərib olsaq da, dünyadan kənar pis vəziyyətdə yaşayan görünsək də, ən xoşbəxt insan da bizik. Ən həyatdan ləzzət olan insanlar da bizik. İkinci olaraq qardaşımın uşağına səslənmək istəyirəm. İnşallah bəlkə nəsib olar, böyüyəndə bu videoya baxar. Yəni, Allah şahid ki, o həqiqətən çox istəyirəm. Yəni, Aysunun məktəbə qoyulmağını üzüldüyümdə qeyd etmək istəyirəm. Çünki qardaşım inşallah öyrənəsən ki, məktəbdəki küfürlərin nə olduğunu, necə olduğunu inşallah vaxt gələndə özün biləcəksən. Ümid edirəm ki, uşağı məktəbdən çıxardacaqsın. Yəni, uşağa məsləhət görürəm ki, Allahdan qorxsun, namusunu, əxlaqını qorusun. Yəni, həqiqətən qadın üçün Allah Subhanahu çox güzəştlər edir.
yəni qadın üçün, yəni biz kişilər cihad ediriksə qadınlar üzərində əsas olan iman gətirib, namusun əxlaqını qoruyub və ərini itaət etməlidir. Qadın üçün əsas olan bunlardır. Və özünə örnək olaraq bugün, yəni pis, çox gözəl kimi tanıdılan pis insanları, pis qadınları özünə örnək götürməsin. Özünə örnək olaraq Ayşə radiyallahu anh götürsün və digər Peyğəmbər zövcələrini götürsün. Salih qadınları götürsün. İlk şəhid olan Sümeyyə radiyallahu anh götürsün özünə örnək olaraq ki, yəni həqiqətən onlar Allah uğrunda öz hər şeyini ortaya qoyublar, yəni. Və yəni bilirəm ki, yəni Allah həmd olsun, uşağın məni necə çox istədiyini də bilirəm. Yəni bilsin ki, mən də onu çox istəyirəm və mən ən doğru yoldayım. Və son olaraq yəni, Allah həmd olsun, anama səslənmək istəyirəm. Yəni demək istəyirəm ki, anam həqiqətən yəni Allahın yəni mənim həqiqətən qarşı ən çox danışan insanlardan biri, bunu yəni bilirəm. Mənimlə danışmaq istəyib, danışa bilmədiyini də bilirəm. Amma demək istəyirəm ki, yəni Allah həmd olsun, inşallah şəhid olsan, çox üzülməsin. Və o da eyni ilə Allahın dinini öyrənməyə çalışdım. Yəni bugün saptırıcı bu Türk hocalar var, onlara baxıb, onları özünə örnək götürməsin, onları özünə dəlil götürməsin, onların hər dediyini elə həmin an qəbul eləməsin. Allah və Rəsulunun yolu var etsin. Bir şey olanda araşdırsın ki, bu Allahın kitabında, Rəsulun sünnətində var ya yox. Yəni, bəyək qardaşıma dediyim şeyləri ona təkrarlamaq istəyirəm. Yəni, həqiqəti deyərəm ki, yəni, anamın da dünyaya qarşı çox bağlı olduğunu bilirəm. Yəni. Ona tövsiyəm olar ki, dünyadan əlini üstün. Yəni, müəyyən yaşada artıq çatıbdır və Allah həmd olsun və yəni, çox da bilirəm ki, yəni, çox da yaxşı yaşamayıb, yəni, çox xoşbəxt olmayıb, yəni, həm öz yoldaş tərəfindən, həm öz oğullar tərəfindən istədiyini əldə eləməyib. Yəni, ona tövsiyəm Allahın dinində, Allahın dininə yönəlsin, çünki həqiqətən xoşbəxtliyi, yəni, onda tapacaqdır. Allah hər birinizə hidayət eləsin. İnşallah bilin ki, yəni mən şəhid olsam, siz də müsəlman olaraq ölsəniz, yəni sizə şəfaət olacaq inşallah. Selamun aleyküm.